Ölkədə gündən-günə deməli qazın, işığın, suyun qiyməti qalxır, benzinin qiyməti qalxır, işsizlik baş alıb gedir. Amma yayda keçirilən İslam oyunlarına dəvət olunan belə deyək də bəzi ölkələrin hesabını bizim Azərbaycan hökuməti verəcək. Buna münasibətiniz necədir? Valla bu haqda biraz dərin sualdır bu. Buna cavab vermək üçün gərək ki, oturub biraz fikirləşəsən. Siyasətdən bir o qədər də elə təcrübəm yoxdur. İşsizlik deyəndə ki, işsizlik valla. İş var, ancaq fəhlə işidir bu hamısı. Bizimkilər də elədir ki, fəhlə istəmirlər, elə istəyirlər kresloda otursunlar. Yəqin hökumətin bu ölkənin pulu çoxdur, onu eləyir. Devlətin büdcəsində pul yoxdur, cəmaatın pensiyasını, ondan sonra maaşını verməyə başqa dövlətlərin yerinə pul verir. Nəyə görə? Neftin qiymətinə gedib Gürcüstandakı ermənilərə kisəsinə qaz verir, su çəkir, nə bilim, nə iş görür. Ermənistana qaz verir, neft verir. Nəyə görə? Hə, burada verir öz cəmaatına, qoy öz cəmaatı yesin də. Cəmaatı başqa respublikalara nə verirsən? Qiyməti nə qalır? Qaz çıxır burada, neft çıxır burada, su var. Ver də ucuz elə də bu cəmaat qoy yaşasın da. Niyə öldürürsən? Günü qiymətə qaldırırsan. Gündəlik qiymət qalxır. Bazarda görünəcək də elə yumurtanın arxasına tutubsunuz da var. Yumurtanın qiyməti aşağı düşdü, hələ düşdü. Başqa ərzaq məqdadır. İndi axırımız nə olacaq? Axırımız da uçuruma gedirik. Rüşvətxorlar, korrupsiyonlar hamısı vəzifədədir. Bəs xalq? Xalqı sayan yoxdur. Millətin 85%, 90% bu millətdən narazıdır, amma heç biri qorxusuna ayağa qalxa bilmir. Niyə? Səbəb? Səbəb qorxurlar. Nədən qorxurlar? Tuturlar, çağırlar içəri heç nədən, nə bilim. Hə. Və indi bunun Hə. axırımız nə olacaqdır? Axırımız cəhənnəmlik, nə olacaq? Günü-gündən suyun, qazın, işığın qiyməti qalxır. Qalxır. Benzinin qiyməti qalxır. İşsizlik baş alıb gedir. 100%. Pensiyalar verilmir, sosial müavinətlər verilmir. Və bütün bu problemlərə baxmayaraq yayda keçiriləcək İslam oyunlarına dəvət olunan bəzi ölkələrin hesabını Azərbaycan hökuməti ödəyəcək. Ya bizim axırımız hara gedir? Yəni Ölümə hara gedir? Axırımız hara gedəcək ölümə? münasibətsiz necədir də buna? Yəni ölkədə o boyda problem ola biz xarici dövlətlərin hesabını ödəyirik. Hansı hökumətdən danışırıq? 150 manatda işləmaya. Hansı hökumətdən danışırıq? Yəqin ki, ölkənin iqtisadi vəziyyəti yaxşıdır ki, bu keçirdirlər də. Yaxşı olmasa, indi bizə vermirlər də, o oyunlara verirlər pulları. Qazın, işığın, suyun qiyməti qalxır. Benzin qiyməti qalxır, işsizlik baş alıb gedir, pensiyalar verilmir, sosial müavinətlər verilmir və bütün bu problemlər ola-ola yayda keçiriləcək İslam oyunlarına dəvət olunan bəzi ölkələrin hesabını bizim hökumətimiz ödəyəcək. Buna münasibətiniz necədir? Yəni, axırımız hara gedir? Xalqın qeydinə qalmaq lazımdır. O İslam oyunları zatları hamısı boş şeydir. Cəmaatın maddi vəziyyətini yaxınlaşdırsınlar. Yoxsa hər il oyun keçirirlər, ora pul, bura pul. Bunun bizə heç bir xeyri yoxdur. Biz olmuşuq olimpiya ölkəsi. Halbuki dolanmaq lazımdır. Cəmaatın vəziyyəti yaxşılaşmalıdır. Ora axıdılan pullar elə bir ki, yandırırsan o pulların hamısı. Cəmaatın belindən çıxır. Mən buna pis baxıram. Ağrımız gedir uçuruma. Uçuruma gedirik də get-gedə. Yəni, yaxşılığa doğru heç nə yoxdur. Qarşısını necə almaq olar da? Mən nə bilim necə almaq olar. Biz pensioner adamlarıq. Mənim pensiyam heç məsələn çörəyə güclə çatır. Mən qabaq məsələn üçün gedirdim, uşaqlar üçün tutaq ki, bir 3 kilo, 2 kilo konfet alırdım, heç indi yarım kilo da ala bilmirəm. Hesablayın da 3 dəfə qalxıb, yağdır, konfetlərdir, bütün produktlardır, ərzaqlar hamısı qalxıb. Nətər alacaq? Heç kimdən qorxmuram mən. Azərbaycan məmurlarından, həkimlərindən Nə üçün mən cinayət eləməyəndən sonra niyə qorxmalıyam? sözün düzünü deməyə qorxmursunuz. Yox, niyə qorxmalıyam ki mən? O ki, onda sual verirəm. Hə, buyurun. Ölkədə günü-gündən qazın, işığın, suyun qiymət. qiyməti qalxır, ərzaqların qiyməti qalxır, işsizlik baş alıb gedir, pensiyalar vaxtında verilmir və ölkədə bu qədər problem ola-ola yayda keçiriləcək İslam oyunlarına dəvət olunan bəzi ölkələrin hesabını bizim hökumətimiz ödəyəcək, büdcədən, bizim büdcədən. Buna münasibət biz, bu normaldır mı? Onu dövlət özü bilər, o bizlik deyil. Və siz qorxmurdunuz da söz... Dolanmaq olmur, pensioner adamıq, iğnə darman bahadır. Bu da. Hələ yenilik yoxdur. Hansı zamanada yaşayırıq, biz firavan yaşaya bilmirik. Yaxşı dolana bilmirik. Bu qədər problem sadaladınız.
Və bu problemlərə baxmayaraq yayda keçiriləcək İslam oyunlarına dəvət olunan bəzi ölkələrin hesabını bizim hökumətimiz ödəyəcək. Bu nə dərəcədə düzgündür və nə fikirlərsiniz bu haqda? Onun bizə dəxli yoxdur. O hökumət əgər öz xalqını düşünsə, elə şeyləri dəvət eləməməlidir. Gərək əvvəl öz daxili xalqını düşünərsə sonra. Ölkədə günü-gündən qazın, işığın, suyun qiyməti qalxır. Benzin qiyməti qalxır, işsizlik baş alıb gedir, pensiyalar verilmir, sosial müavinatlar verilmir və bütün bu problemlər verilir də gec də olsa da. Aha, və bütün bu problemlər ola-ola yayda keçiriləcək İslam oyunlarına dəvət olunan bəzi ölkələrin hesabını bizim hökumətimiz ödəyəcək. Bax buna münasibətiniz necədir? Yəni bu qədər bizim problem. Münasibətim çox pis. Aha. O dəfədə keçirdilər olimpiyanı, cəmaət düşdü zirə zibilə, dollar qalxdı. Əlbəttə ki pisdir. Birinci cəmaətin güzəranıdır, yaşayışıdır. Sonra elə oyunlar, konsertlər olmalıdır. Başqa da heç nə. Və çıxış yolu nədir görürsünüz? Çıxış yolu heç nədir. Çıxış yolunu desəm mənə tutarlar. Xırımız nə olacaq? Belə gəlmişik, belə də gedəcəyik də. Və bu düzəlməlidir axı. Onu mən deyə bilmərəm valla, mən ona nə deyim? Mən heç düzəliş görmürəm. Mən şəxsən özüm üçün deyirəm, mən heç görmürəm. Mən elə gündən-günə dala gedirəm mən. Dövlət başçımızın vəzifəsi odur ki, bizi burada hər şeylə təmin eləsin, sonra nə qədər qonaq çağırırsa, artıq hesabına çağırsın. Bizi burada dolansın, sonra onları çağırsın. Ölkədə günü-gündən işığın, qazın, suyun qiyməti qalxır. Ərzaqların qiyməti qalxır. Pensiyalar da qalxır. Pensiya nəyə? İndi o suala gələcəyik də. Ərzaqların qiyməti